Qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhəddindən keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, Dyson markalı saç feni və digər mallar aşkarlanıb. Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan bodiskan cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqabılarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.